ev tapşırığı verib. Dedi ki, Xocalı'nın rəsmini çəkin. Gel bura mənim ağıllı kızım. Gel. Bak, bura bizim kendimizdir. Bu da atam bak ne balacadır. Aynen senin boyda. Bura bizim məhəlləmizdir. Qonşularla axşamdan yığışıb sübhədək söhbət eləyərdik. Burada bax meşədir. Biz burada o kadar böğürtgen yiyirdik ki. Dünen de unutmadık, bugün de. Sabah da unutmarıq. Artıq əbədiyyən obamız bütövdür. Ruhunuz şad olsun.